Elə bilirsiniz ki, ruspərəstlik sadəcə bu dövrdə olub. 20-ci əsrin əvvəllərində də əslində bu var idi və biz bunu hardan bilirik? Sabirin şeirlərindən. Sabirin məşhur bir şeiri var, Fəxriyə şeiri. Ümumiyyətlə bütün Azərbaycan tarixini yazıb, hamımıza oxumağı məsləhət görürəm. Və orada bir qism var. Deyir ki, Teymur şahı ləngə olub tabe-i fərman. Teymur Ləngin fərmanına tabe olduq. Xan Toxtamışı eylədik al qanuna qəltan. Yəni Qızıl Ordadan xanı Toxtamışı darmadağın elədik. Ta oldu Qızıl Ordaların dövləti talan, yəni Qızıl Ordu çökdü. Məsko şahına fayda bəxş oldu bu meydan. Məsko, yəni Moskva şahına, yəni Moskvanın çarına fayda verdi bu ortam, bu durum, yəni Teymurun Toxtamış yenməsi. Əliyevim uruslaşmaq ilə zişərəfiz biz, yəni ruslaşmaq bizə uyğundur. Öz dinimizin başına əngəl kələfiz biz. Yəni öz dinimizin başına, özümüzün başına əngəlik, yəni başqa bir şey, gücə ehtiyac yoxdur deyir. Yəni oradan bəllidir ki, əslində, yəni Sabirin dövründə də ruspərəst insanlar var idi və heç də sevilmirdilər. Təbii ki, onlar zəif bəndlərdir. Yəni işğalçı, güclü görsənirdi, onların bir parçası olmağa çalışır və bu bir növ bunu Sabir və digərləri heç də etik görmürlər. Nəticədə öz şeylərini göstərirlər.